Salam, hər vaxtınız xeyirli olsun dəyərli izləyicilər. Bizim bugünkü mövzumuz informatika 1-ci sinifdən dərs özünü yoxlaq. Yəni özümüzü yoxlayaq. Səhifə 50-dir. Gəlin baxaq görək. Burada nələr var? Dad informasiyanın mənbəyi nə ola bilər? Dad informasiyasının uşaqlar. Yəni dada aid burada nə ola bilər? Bulud. Bulud ola bilərmi? Yox. Buludu biz nə edə bilərik? Görə bilərik. Xeyr. Evi görə bilərik. Xeyr. Amma almanı dişləyib dadına baxa bilərik. Ona görə də elə alma doğru cavabdır. Yəni alma doğru cavabdır uşaqlar burada. Çünki almanı dişləyirik, onun turş və yaxud şirin olduğunu bilirik. Sual 2. Uzunluq haqqında informasiya hansı şəkildə verilib? Gəlin baxaq. Birinci şəklə baxırıq. Birinci şəkildə 2 don var. Biri qısa, biri uzundur. Deməli burada uzun haqqında informasiya var. İkinci şəklə baxırıq. Burada artıq uşaqlar dolu və yaxud boş olmaqla bağlı informasiya var. Birinci qabıda nədir? Heç nə yoxdur, boşdur. İkinci qabda isə alma var. Deməli ikinci doludur. Deməli bizdən soruşur ki, uzunluq haqqında informasiya bu birinci şəkildədir. Yəni buradadır. 3-ə baxaq. Səs informasiyası hansı əşyalardan ala bilərsiniz? Səs informasiyasını gəlin baxaq. Saat, zəngli saatdır. Bundan informasiya ala bilərik. Məsələn, mən qoyuram saat 8-ə səhər tezdən və zəngli saat çaldıqda yuxudan oyanıram, bilirəm ki, saat 8-dir. Kitabdır bu. Kitabdan informasiya ala bilərik, amma səsli yox, oxuyaraq, yəni görərək ala bilərik. Üçüncü ev telefonudur. Balaca ev telefonları olur ondur. Bundan informasiyanı bəli, səsli şəkildə ala bilərik. Zəngli şəkildə danışa bilərik. Dördüncü məktubdur. Məktubdan informasiya ala bilərik, amma səsli şəkildə yox, görərək, yəni oxuyaraq, görərək ala bilərik. Deməli, birinci və üçüncü səs informasiyasına aiddir. Dördüncü fotoya baxırıq məsələn. Dördüncü fotoda nə var? Hansı şəkildə informasiya işarə ilə təqdim edilib? Gəlin baxaq. Məsələn, burada diqqətli yol işləri gedir. Bu mətn formasında informasiyadır uşaqlar. Yəni bu mətndəndir, işarə ilə deyil. Amma sarı rəngdə olan, sarı rəngə halqaya aldığında isə burada daha çox yol işləri getdiyini və yolun hər hansı bir hissəsində hadisə var, prosedur var. Yəni yol düzəldilir və s. və s. Təmir işi gedir və s. və s. Bunu göstərir. Deməli, sarı rəngə halqa aldığım nədir? İşarə ilə təqdim edilən informasiyadır. 5-ci şəklə baxırıq. Qırmızıdır, bitkidir, bostanda bitir. Gəlin baxaq. Qırmızıdır, hər üçü qırmızıdır. Bitkidir, bitkidirsə maşını sildim. Bostanda bitirsə bu hər halda biber deyil, bu üzüm olacaq. Bu üzümdür yoxsa? Bəli, üzümdür. Sonuncu suala baxaq uşaqlar. 6-cı sual. Bunlardan hansı informasiya vasitəsi deyil? Gəlin baxaq. Bu kalkulyatordur. Deyəsən kalkulyatordur. Yox, radiodur, bağışlayın uşaqlar. Radiodan informasiya səsli şəkildə alınır. İkinci kompüterdir. Kompüterdən görülərək, yəni görərək və yaxud dinləyərək informasiya almaq olar. Dördüncü şəkil qəzetdir. Qəzetdən oxuyaraq informasiya almaq olur. Amma maşın informasiya mənbəyi deyil. Belə, bu günlük bu qədər uşaqlar. Ümid edirəm bəyənmiş olarsınız. Sağ olun, salamat qalın. Gələn dərslərdə görüşərik. Hələlik.